Salam hamınıza dostlar. Bu videoda Samsung Galaxy A35 adlı telefonu incələyirik və həmən başlaya bilərik. Dostlar, əgər bu telefonu almaq və əldə etmək istəyirsinizsə, elə video tam sizə görədir. Odur ki, izləmədə qalın. Birazdan bütün xarakteristikasından danışacağıq ki, bugünkü standartlara bu telefon uyasıdırmı? Həm dizayn cəhətdən, həm də performans cəhətdən dostlar. Başlayırıq. Dostlar, telefonun yan hissəsini, yəni bu Samsung çıxıntılı falan eləyib ki, böyrünü tutmaq yaxşı olsun. O vaxt ki, indi birincilərdən idi də bu. İlk bunlarda başlamışdılar. Həqiqətən qəşəngdir. Ancaq plastik çərçivədə, yəni 35-lər biraz plastik çərçivə ilə zadla gəlirdi. Ancaq dizayn yaxşıdır. Rənginin qızıl olması mənim xoşuma gəlir. AMOLED ekranın, Super AMOLED ekranı isə öz yerində. Təbii ki, burada çərçivələr də yaxşı, ancaq o dövrki standartlara uyğun olaraq biraz qalın çərçivələrdir. Ekranda görmüş olduğunuz üzrə baxın. İndi isə dostlar, telefonun 5G dəstəklənmiş olduğunu bilirik. Onsuz da ki 2024-cü istehsal olunmuşdur və 210 qramlıq bir telefondur. IP67 sertifikatı var. Su altında dayana bilir, su sıçramalarına qarşı dayanıqlıdır. Super AMOLED bir ekranı var. 120 Hz və 1000 nit parlaqlığa qədər çıxır. Full HD Plus ekranımızın 390 ppi-lik piksel sıxlığı var. Victus Plus şüşə ilə qorunur dostlar. Bu qəşəng bir ekrandır həqiqətən. Yəni bugünkü standartlara da uyur. Exynos 1380 5 nanometrlik A78 və A55 nüvələri var. Bu sürət isə 2.4 GHz dostlar. Həqiqətən pis deyil. Bugünkü standartlarımıza da yəni əldə eləmək, daha doğrusu performans əldə etmək üçün yaxşıdır. Mali G68-in MP5-i içində var. Yəni ekran qismindən olsun, stil prosesor qismindən olsun, bugünkü standartlarımıza yaxşı cavab verə biləsi bir telefondur. Odur ki, yəni buradan tam not alır. Yəni ikinci əl almaq istəyirsinizsə bu telefonu. Yaddaş qismi də pis deyil. Yəni 256 GB 8 RAM da var, 12 RAM da var. Yəni yenə tapa bilsəz yaxşıdır. 50 megapiksel kameramız var dostlar. f1.8 optik stabilizasiyanı dəstəkləyir. 8 megapiksellik ultra geniş bucaqlı kameramız da mövcuddur və 5 megapiksellik makro kameramız da var. Kameralar pis deyil. 1080p 60 fps video çəkir. Ancaq 4K 30 fps-dən oyuna getmir. Ön kameramız 13 megapiksel f2.2 4K 30 1080p 30 fps video çəkir. Ancaq gecələr bu kamera elə də yaxşı şey yaramır. Ancaq arxa kamerası yaxşıdır. Cüt kolonkası mövcuddur dostlar. NFC-ni dəstəkləyir, ancaq radiosu yoxdur. Bluetooth 5.3 versiyasından gəlir. Pis deyil dostlar. Barmaq izi sensorumuz da təbii ki mövcuddur, ancaq bu ekranın altında yerləşdirilib. Çünki bu AMOLED bir ekran olduğuna görə, yəni Super AMOLED bir ekran olduğuna görə bunu eləyə biliblər. Baxmayaraq ki, bəzi telefonlarda Super AMOLED olmasına baxmayaraq barmaq izi sensorunu çərçivənin sağ hissəsinə yerləşdirilir. 5000 mAh zaatlıq bateriyamız var. 25 W'lıq zaryadka ilə gəlir telefon. Ancaq burada yəni adapter yoxdur. Özünüz addelini alırsınız onu, yəni əlavə. Yəni dostlar, telefonun antutu xallarını buradan görmüş olduğunuz kimi görmək mümkündür. 522.829 xal yığır 9-cu versiyada və 10-cu versiyada 603.441 xaldır. Günümüz standartlarına dostlar, bu performans pis deyil. Sintetik testlərdən zaten telefon pis yığmır. Yəni tam not alır məndən. İkinci əl telefon alasınızsa əgər, yəni bu telefonu könül rahatçılığı ilə əldə edib işlədə bilərsiniz. Həqiqətən yəni mən bunu sizə bir səmimi şəkildə danışıram. Səmimi şəkildə də deyirəm. Yekun rəyim modu ki, alına bilər. Qəşəkdir dostlar. Yəni alın. Həqiqətən. Dostlar, telefondan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Və bu telefonun almaq istəyirsinizsə, həqiqətən yəni ikinci əl olaraq alın. Həqiqətən. Və bu telefonu yəni mən sizə təriflədim. O demək deyil ki, yəni bu telefonu mən istədirəm deyə təriflədim. Ümumiyyətlə deyirəm. Heç nə dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Fikirlərinizi şərhlər qismindən deməyi unutmayın və bir də deyin görüm, siz bu telefonun videosunu hansı telefondan izlədiniz? Odur ki, bu qədər. Sağ olun.